Dünən çıxan gənclərin qarşısına qoyurlar ki, bu kimin səsidir, bu kimdir? Bağda oturanda radioda bayram konserti gedirdi. Mənim nəvələrim səs eşidən kimi dedi, nənənin səsidir. Hər kəsin səsi insanların qulağındadır. Bu yaxında bir yerdə mənim səsimi qoydular, oradakılar tapmadı. Bircə xatun dedi ki, Naspərinin səsidir. Bu hərəkətlər xoşuma gəlmir. Ora qoyurlar Şövkət Ələkbərova, Naspəri, lap sənətkarların, bəstəkarların adını elə adamlar soruşursunuz ki, o oxuduğu mahnıdan xəbərsizdir. Dahiləri necə tanıyacaq? Heç bilmir hansı mahnını oxumaq olar və ya oxumaq olmaz. Bu sözləri xalq artisti Naspəri Dostəliyeva tarixin bir günü verilişində deyib, müğənni proqramlarda sənətkarlarla bağlı yeni ifaçılara sual verilməsinə əsəbləşib. Naspəri aparıcılara səslənərək bildirib ki, onların bu hərəkəti Azərbaycan mədəniyyətinə qara ləkədir. Durub demək ki, bu kimdir, kimin mahnısıdır? Aparıcılar, xahiş edirəm, bunu etməyin. Bu sizdən asılıdır. Aparıcının zövqü, musiqi duyumu, dəvət etdiyi qonaq yaxşı olmalıdır. Hər verilişə getmirəm, sərt danışmaq istəmirəm. Tamaşaçı 15 il İncəsənət Universitetində baş müəllim olaraq bunları qəbul edə bilmirəm. Tamaşaçıya müraciət edərək bildirir bunu. Zəng edib deyə bilmirəm ki, etməyin. Öz musiqisindən xəbəri olmayana Cahangir Cahangirov, Fikrət Əmirov, Tofiq Quliyevdən sual verməyin. Onlar da bilməyəndə bu Azərbaycan mədəniyyətinə qara ləkədir. Oxuya bilməyən müğənniləri çıxartmaq bir qüsur, bəstəkarları tanımamaqları isə ləkədir. Bu xəbəri isə Axşam Az saytı yayıb.